Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası mütəxəssisi. Bugünkü mövzumuz hər hansı bir peşə sahəsini daxilində gizlədən və heç vaxt o istiqamətdə qaçmayan insanlar haqqındadır. Bəzən olur ki, artıq bu sahə ilə bağlı bu insanın yetəri qədər təcrübəsi olub, sadəcə ya maddiyyat uzubatından deyək, yaxud mənəvi dəstək olmadığı üçün o şeyin arxasınca gedə bilməyib. Yaxud o illərdir düşündüyü planların arxasından qaçmayıb. Və nəticə etibarilə kimliyindən uzaqlaşıb və hər hansı bir planların izini, yolunu, gedəcəyi məqsədini itirib. Ona görə hər zaman daxilinizdə hər hansı bir məqsəd, hər hansı bir hədəf, plan olduğu təqdirdə mütləq şəkildə onu təhlil etməli və onun üçün yeri gəlsə dəridən qabıqdan çıxın. Bir məsələ var, bir öl, amma hədəfinə çat. Bu imeni ölməlisən, sən pis vəziyyətə qalmadan torpağa bastırılmazsan kimi yox. Sadəcə müəyyən hədəflərinə görə dəridən qabıqdan çıxın, biraz şiddətli və biraz şişirdilmiş formasıdır. Adətən bədii ədəbiyyatda bu kimi ifadələr səsləndirilir. Epiteti var, metaforası var və s. ümumən bütöv olaraq. Bənzətmək və yaxud şişirtmək kimi. Çalışın məqsədləriniz arxasından qaçın. Qaçın ki, məqsədləriniz arxasından qaçın ki, hər hansı bir uğurun müvəffəqiyyəti əldə edən zaman yaşınız inkişaf etdikcə, irəli getdikcə o şeyin arxasından qaçmadığınız üçün peşman olduğunuz zamanlar gəldikdə hansı ki, oturdun fikirləşdin ki, sən səhvsən, sən günahkarsan, yəni özünüzə və nəticə etibarı ilə də plansız şəkildə bu yaşa qədər 35, 40, 45 artıq çönüb geriyə baxanda görəsiz gezdir. Şəraitindən, maddiyyatından, vəziyyətindən sonra bacardığınız qədər qaçın arxasında. Təbii ki, bacarmayacağınız yerlər də olacaq, xüsusən maddiyyat. Gedin məqsədlərinizin arxasında. Hər hal bir kiçik bir işıq olacaq orada. Hətta işıq da olmasa, işıq şüalanması da olacaq. Görəcəksiniz ki, nəsə var. Artıq yaradığımız bu kanalda hansı ki, hazırlandı, quruldu, planlı şəkildə psixologiya ilə bağlı psixoterapevt kurslar, müəssisələr, diplomlar, sertifikatlar və hər biri alınandan sonra, peşəkarlaşandan sonra və bu kanalı yaradandan sonra artıq fəaliyyətimizdən onlayn və əyani davam edən seansları bir pillə daha da artıraraq əyani və şəxsi açdığımız kursda fəaliyyət göstərəcəyik və həmin kursa gələ bilərsiniz. Yəni, məkan olaraq elan olunacaq və istənilən hər hansı bir ailə münasibətləri, travma, şəxsi inkişaf, keçmişə ilişib qalma, yaxud keçmişə takıntı, obsession kompulsiv pozuntu, bipolyar xəstəliyi, yəni ikili, günün yarısına qədər deyilir, günün yarısından sonra baxırsan ki, pisdir. Belə, yəni, bütün psixoloji mövzular. Bu qədər. Seanslarımız hal-hazırda əyani və onlayn şəkildə aparılır.